Salam değerli izləyicilər. Bu da qeyd edilir ki, Atropatena və Albaniya dövlətlərinin xarici siyasətinə aiddir. Əhəmənilər dövlətin işğalına məruz qalması. Əhəmənilərlə bu dövlətin Makil İskəndərin dövlətin parçalanması nəticəsində yaranmışdır. Ona görə də Əhəmənilər bundan daha əvvəllərdə olub. Anı götürmürük. Hökmdarların məxsus təsərrüfatda da qul əməyindən istifadə edilməsi. Hökmdarların məxsus olan təsərrüfatlarda qul əməyindən istifadə edilməsi, Parfiyanın işğalçılıq siyasəti. Hökmdarın məxsus olan təsərrüfata qul əməyin istifadə olunması deyək ki, bu xarici siyasətə aid ola bilməz. Deyək ki, daxili siyasətə aiddir. Parfiyanın işğalçılıq siyasətinə qarşı Roma imperiyasına yaxınlaşması. Bəli, doğru cavabımız C variantında. Hər ikisi Parfiya dövlətinin işğalçılıq siyasətinə qarşı Roma ilə yaxınlaşır. Bizans ilə diplomatik əlaqələr saxlaya bilməzdi. Təbii ki, Atropatena sübut etmişdir. Roma Respublikası ilə dostluq əlaqələri. Roma Respublikası ilə dostluq əlaqələrinin olması, dostluq əlaqələrinin saxlanılması, Atropatena və Albaniya. Roma Parfiyanın işğalçılıq siyasətinə qarşı Roma imperiyası. Bir dəqiqə, orada diqqətlə fikir. Roma imperiyasına qarşı yaxınlaşması, imperiya deyil daha doğrusu. İmperiyaya qarşı mübarizə aparması yanlış olar. Bizans imperiyası ilə də əlaqəsi olmaz. Roma Respublikası ilə daha doğrusu. Roma Respublikası ilə dostluq əlaqələrinin saxlanılması, yəni uyğun olar. Digər bir sualda Salari hökmdarı Mərzban ibn Məhəmməd və Gəncə xanı Cavad xanın fəaliyyəti üçün oxşar cəhətdir. Salari hökmdarı Mərzban ibn Məhəmməd və Gəncə xanı Cavad xanının fəaliyyəti üçün oxşar cəhət. Rusların işğalçılıq siyasətinə qarşı mübarizə aparılması. Bəli, məsələn, Mərzban ibn Məhəmməd Rusların Bərdə hücumu ilə bağlı ola bilər. Yəni, hər ikisi Ruslara qarşı çıxıblar. Qanunnamə Mərzban ibn Məhəmməd qəbul edib. Gürcüstanı işğal edilməsi yenə də Mərzban ibn Məhəmmədə aiddir. Xarici işğalçılara qarşı birləşmək üçün yerli hakimlərə müraciət etməsi. Deməli, bu Cavad xana aid olar. Azərbaycan torpaqlarının vahid dövlət halına birləşməsi Mərzban ibn Məhəmmədə aiddir. Deməli, burada A variantı uyğun cavab olacaqdır.